vaxtınız xeyir olsun. Hörmətli tamaşaçılar, AXC TV-nin Azad Meydan verilişindəsiniz. Bugünkü buraxılışımızda biz klimat məsələləri, iqlim məsələlərini, sel, yağış, son zamanlar, xüsusən son 2 ayda baş verən anomaliyaları biz müzakirə edirik. Bilirsiniz ki, hələ də yağışlarla bağlı müxtəlif proqnozlar verilir ki, yaxın vaxtlarda bu yağışlar davam edəcək. Hörmətli bizim iqlimşünas ekoloq Məhərrəm müəllim Mehdiyevlə biz bu məsələləri birlikdə müzakirə edirik. Göründüyü kimi artıq iyunun birinci dekadası arxada qalsa da bu vaxta xas olmayan anomaliya davam edir. Yəni adətən bu vaxtı çimərlik havası olur, bu vaxtı istilər olur, amma istilər hələ ki o qədər görünmür. Vəziyyət necə olacaq? Ümumiyyətlə bu yay mövsümü vəziyyət nədən ibarət olacaq? Məhərrəm müəllim, sizi salamlayıram. Təşəkkür edirəm ki razılıq verdiniz. Sizin bizim qəzetə də açıqlamanız olmuşdu və müxtəlif proqnozlar vermişdiniz. Yəni istinad eləmişsiniz təbii ki, beynəlxalq iqlim təşkilatlarının açıqlamalarına uyğun olaraq. Ona görə də efirimizə xoş gəlibsiniz. Elə ilk əvvəl, bax sizin bizim qəzetə verdi. Deməli, belə bir fikriniz var. El Nino hadisəsi baş veribsə və onun cərəyanı əvvəl-axır Avropa ölkələrinə, sonra da Qafqaza çatacaqsa, o mənada güman edirəm ki, havalar düzələcək. Yay havası gələcək. Nə deməkdir? Bax, bu fenomen nədir? El Nino, yəni tamaşaçılarımız üçün aydın olsun. Deməli, hadisənin özü belədir ki, Sakit Okeanın Cənubi Amerika hissəsində bu belə bir cərəyandır ki, okeanın alt sularından çıxır və o istiliyə təsir edir. Yəni temperatur qalxır. Onun da öz deməli hərəkət trayektoriyası var. Bu mənada yəni qlobal, lokal deyil. O da qlobal bu Gulf Stream cərəyanı kimi hərəkət etməyə qadirdir. Ona görə də müəyyən müddətdən sonra o dediyim kimi Avropa, Asiya və digər qitələrdə özünü göstərə bilər. O cümlədən də bizim Qafqazda da həmin El Nino hadisəsi deməli gəlib çıxmalıdır. Bu belə. Buna görə də güman edirik ki, iqlimdə dəyişiklik, yəni temperaturun nisbətən yüksək olmasına gətirib çıxaracaqdır. Məhərrəm müəllim, sizin dediyinizə istinad etsək, mart ayından başlayan yağışlar bu daha çox bu fenomenlə mi bağlıdır? Xeyr. Bu fenomenlə bağlı deyil. Yəni atmosferdə cürbəcür hadisələr baş verə bilər. Bu baş verməyə bir çox təsirlər olur. Bu istər vulkanların püskürməsidir, atmosfer havasının hərəkətidir və digər hadisələr bu yağıntı məsələsini həll edə bilər. Bilirsiniz, indi haşiyədən kənara çıxım, bir deməli belə bir məlumat verilmişdi ki, güya bu ərəb ölkələrində belə cihazlar var ki, onlar bu buludları özlərinə cəlb edib yağıntı əmələ gətirə bilər. Bilirsiniz, bugünə kimi mən özüm bir balaca şübhəm var bu işə, çünki dəqiq bilmirəm. İndi bu bilirsiniz, o qədər informasiya var ki, bunun dəqiqliyini yoxlamayınca bir fikir yeritmək mümkün deyil. Amma məndə başqa bir deməli ideya təklifi gəlib ki, bəlkə də bu İranda, sonra Livanda yağıntıların nəticələri həmin bu müharibənin təsirindəndir. O ki, deməli müharibə raketlərin uçması, raketlərin atılması, dronların hərəkəti və s.
Bəlkə də bunlar əksinə həmin atmosferdə olan buludları dağıdaraq, təsir eləyərək bu yağıntıların baş verməsinə səbəb olurlar. O cümlədən bu ərazilər bizə Azərbaycana yaxındır. Siz iqlimşünassınız, ekoloqsunuz. Beynəlxalq assosiasiyalar, ekoloqlar, belə bir mənbə varmı, araşdırma aparmısınızmı? Onlar da sizin dediyiniz, bax bu faktoru önə çəkirlərmi və bu faktorun bu kütləvi yağışda sel, yağış faiz payı nə qədərdir? Bu dediyiniz faktorun. Yox, istisnalar ola bilər, amma Məhrəm müəllim, üzrü sizi kəsdim. Yəni istisnalar ola bilər. 3 ildən, 5 ildən biz bunu bir görürük. Bəzən görürsən ki, küləyin miqdarı çox olur, yağışın bir 3-5 ildən bir siz demiş qarın miqdarı çox olur. Deyək ki, Azərbaycan nümunəsində götürürüksə. Amma etiraf edək ki, yuxarı aşağı son 40 ilə baxsaq, dediyim kimi mart ayından başlayaraq bu həcmdə yağışlar, özü də fikir verirsinizsə, siklon şəklində bir anın içində çox böyük miqdarda su axını ilə müşahidə olunan yağışları mən şəxsən son 40 ildə Azərbaycan nümunəsində görməmişəm. Bilmirəm, belə bir şey varsa deyə bilərsiniz. Son 40 ildə ola bilməz. Elə 90-cı illərdə bəs Kür çayının daşması, rayonları su basması, belə hadisələr. Amma Kür çayını gəl etiraf edək, Məhrəməm. Kür çayının daşması nə vaxt baş verirdi? Ələlxüsus yaz aylarında biz bilirik ki, olarsa mən fikrimi tamamlayım, sonra əlavə edərsiniz. Kür çaylarının daşması biz bilirik ki, mənbəyi Türkiyədən gəlir, dağlardan o çoxlu kütləvi qar yağandan sonra o həmən o qarın nəticəsində Kür çayı istər Gürcistan üzərindən gələndə və Azərbaycan ərazisinə keçəndə, bəli, siz dediyinizdir. Yəni, yaz ayları üçün xarakterikdir. Bu, hər il də demək olar ki, baş verir. Mən isə Kür çayı yox, ələlxüsus yağışın miqdarını sizdən almaq istəyirəm, səbəbini. Bizim, belə deyək də, əhali üçün də o maraqlıdır. Yenə təkrar edirəm, bugün iyunun 10-udur. Sizin də açıqlamanızda var, amma plaj deyirik də, plaj mövsümü başlamayıb. Bax, bu anomaliyanı sizdən almaq istəyirəm ki, nədir səbəb? Bəli. Bu çox güman ki, bilirsiniz, bu da iskuliçeniyalardır. İstisnalar. Bəli, istisnadır. Güman edirəm ki, yaz deməli çimərlik dövrü başlayandan sonra temperaturlar yenə də qalxacaq. Yağıntı demək olmaz ki, yağıntı olmayacaq. Yenə də yağıntı da ola bilər, güclü küləklər də ola bilər. Ancaq bu yay fəsli öz deməli məcrasında gedəcəkdir.
Ümumiyyətlə, necə düşünürsünüz bir mütəxəssis kimi? Azərbaycanda biz adətən jurnalistlər, mütəxəssislər vurğuluruq ki, son dövrlər üçün Azərbaycanda hava iqlimlə bağlı verilən proqnozların demək olar ki, xəta çox cüzi olur, çox az olur. Çox nadir hallarda yanlışlıq olur. Ümumiyyətlə bizdə Azərbaycanda peşəkar bu institut qurulub bu proqnoz vermək. Bu mənada sizə deyim ki, bizim Milli Hidrometeorologiya Xidmətimiz son zamanlar deməli öz proqnozlarında dönüb yaradaraq irəliləyiş etmişlər. Bu tanınmazdır. Əgər bizim deməli Sovetlər dövründə müşahidələr və proqnozlar 55-70%-ə qədər idisə, hal-hazırda Siz dəqiqliyi nəzərdə tutursunuz da? Bəli də, bəli. Yəni dəqiqlik nədir? Yəni ki, dəqiqliyə yaxın neçə faizdir? Onda 70-75% olurdusa, indiki zamanında, indi mənim belə gördüyüm kimi, bu 90-95%-ə gəlib çıxmışdır. Bunun əlbəttə bunun böyük əsas səbəbi ondan ibarətdir ki, bu instrumental müşahidələrdən əlavə özümüzün, Azərbaycanın instrumental, digər ölkələrin də meteoroloji məlumatları bu deməli bu hadisənin proqnozların dəqiqləşdirilməsində böyük əhəmiyyəti vardır. Ona görə də hal-hazırda Azərbaycan elə bil ki, yalnız öz müşahidələrinin proqnozunu vermir, regional müşahidələrin proqnozlarını verir. Bu mənada deməli mən güman edirəm ki, bu sahədə irəliləyiş var və bizim hidrometeorologiya xidmətimiz çox yaxşı da bu proqnozları verməyi bacarır. Məhrəm müəllim, istəyərdim sizin təklifinizi də eşidək. Doğrudur, siz daha çox iqlim dəyişiklikləri ilə bağlı mütəxəssissiniz. Amma sırf Azərbaycanı götürsək, Azərbaycanın landşaftını, florasını, təbiət, yaşıllıq mənşəyini götürsək, müxtəlifdir. Məsələn, biz götürsək Abşeron rayonu etiraf edək ki, qaratorpaq deyil. Gilin deyirlər, hansı ki o sunu keçirmə qabiliyyəti çox aşağıdır. Qaratorpaqdan fərqli olaraq. Məsələn, biz bu yağışlarda da gördük. Ola bilsin ki, şəhər infrastrukturu bəlkə əvvəlki o yağış miqdarına uyğun hazırlanıb, amma biz gördük ki, aidiyyəti qurumların rəsmi şəxsləri, eləcə də mütəxəssislər də o fikrə belə deyək də toxundular ki, miqdarından artıq yağış yağıb. Məsələn, siz nələri təklif edərdiniz ki, bu cür kilinalı ərazilərdə o yağan kütləvi yağış tez bir zamanda, indi deyək ki, şırnaqlar onu çatdırmırsa, təbiətin özü də bəzən torpaq, özü də dəstək olur, kömək olur, o sunu dərhal, belə deyək də, çəkir özünə. Hansı ağaclarımı, hansı kultivasiya işləri, hansı bir addımlar atılmalıdır ki, ən azı az da olsa, bax, bu fəlakətlər baş verməsin deyə, yüngül də olsa sığortalansın. Mən istəyərdim mütəxəssisimizin bu yöndə təkliflərini eşidək. Əminəm ki, vallahi mütəxəssis bu sahədə mütəxəssis deyiləm, amma praktiki də görünüşdə biz görürük ki, şəhərin mərkəzi və ümumiyyətlə də şəhər içərisində, Bakı şəhərinin içərisində o küçələrin deməli, məsələn, Sovet dövründə biz gördük ki, o vaxtı belə sistem qurulmuşdu və asfalt küçələrin yanında drenajlar gedirdi, arxlar gedirdi. Və o arxların köməkliyi ilə yağış suları istiqamətlənib dənizə tökülürdü. Hal-hazırda bu asfalt çəkənlər, indi bilmirəm, bəlkə belə lazımdır, belə lazımdır, bilmirəm. Həmin o arxların üstünü örtərək asfaltlayıblar və bu mənada yağış sularının deməli istiqamətləndirilməsi
başa Məhdudlaşır. düşürmüsünüz? Suyun axının qarşısı alınır. Bəli də, yəni ki, axın yerləri yoxdur. Ona görə də bu küçələrin suları Əslində mənim verdiyimin sualın bəlkə də bir cavabının 15% idi bu. Mən bir qədər başqa səmtdə sizə sual verdim ki, biz texniki yox, yəni yolun, nəqliyyat infrastrukturunun qayəsini deyil. Məsələn, elə bir ağac əkə bilərikmi, elə bir xüsusi süni göllər yarada bilərikmi ki, hardasa bax bu yağıntının qarşısını alınsın, yaxud da ki o atmosferə ki buxarlanan su miqdarı var, onun qarşısı alınsın. Belə bir anlayış varmı iqlim şünaslıqda, ekoloji məsələlərdə? Ola bilər ki, məsələn, burada qayın ağacı əkərsən, digər başqa bir yerdə palıd ağacı əkərsən və bunun atmosferə buraxdığı oksigenmi, məsələm deyirəm, nümunəni bu tip çəkdim ki, bu buxarlanmaya mı təsir edə bilər? Artıq bu böyük bir siqnaldır ki, dünən də məsələn Gürcüstan ərazisində həddindən artıq böyük bir yağıntılar olub yenə sel suları demək olar ki, bəzi məsələlərdə kənd təsərrüfatını iflic edib. Yəni bu deməyə əsas verir ki, üstəgəl bilirsiniz ki, o beynəlxalq o istiləşmə miqdarı artıq 1,5-in üzərindədir. Bu insanlıq qarşısında hər bir ölkənin aidiyyəti strukturlarının qarşısında böyük bir suallar yaradır və iqlimşünaslığın daha da inkişafını təkan verilməsini tələb edir. Bax biz nə edə bilərik? Meşə zolaqlarımı salaq, dediyim kimi süni göllərmi? Bax bunu balanslaşdırmaq, azaltmaq üçün elə bir addımlar varmı, mexanizm varmı müəllimim? Mexanizm deyəndə ki, biz elə öz götürək Abşeron yarımadasını. Abşeron yarımadasında əvvəla bir belə əhalinin məskunlaşması, bu səbəbdən də ərazinin, deməli, əhalinin yaşayış üçün yararlı etməsi üçün, deməli, bütün torpaq sahələri götürülmüş, elə vəziyyət gəlib çıxıb ki, hətta bir çox süni göllər, təbii gölləri də, təbii gölləri, deməli, qurudaraq, onun ərazisinə daxil olaraq, deməli, tikintilər gedir. Aydın məsələdir, başa düşürük, əhali üçün yaşayış lazımdır. Amma nizamlı olmalıdır. Bəli, nizamlı olmalıdır ki, bunlar yəqin ki, belə yaradılıb ki, Abşeron yarımadası yarım səhra olub, yarım səhradır. O vaxtı, deməli, ona görə də yağıntı olanda, yəqin ki, bu yağıntının miqdarı, hazırki miqdar da o, deməli, sular özlərinin məcralarına keçərək, yəni, yox olurdular. Hazırda isə biz də bunu görmürük. Əlbəttə, siz dediyiniz təklif çox yaxşıdır ki, yaşıllıqlar, əsasən də meşə salmaq bu mənada çox böyük əhəmiyyət kəsb edir. Çünki meşələr, birincisi, o buludları, o ərəb ölkələrində deyirlər ki, deməli, buludları özünü çəkmək texnologiyası var. Bilmirəm, bu nə dərəcədə doğrudur, yoxdur, yox. Amma meşələr də buludları cəlb edir. O yağıntıların yağmasına səbəb olur və yağıntı əsasən meşə ərazisində baş verir. Meşə ərazisi də ki, aydın məsələdir ki, torpağı münbit, ona görə də orada yarpağından tutmuş gövdəsinə qədər və əslində suya da ehtiyac var o ağacların. Bəli. Ona görə də meşə salma böyük bir əhəmiyyət kəsb edə bilər, kəsb etməlidir. Digər o biri məsələlərdə mən torpaqla bağlı, yəni belə bir mütəxəssis deyiləm. Ona görə də bu sualı mütəxəssislərə verərsiniz. Mən sizin icazənizlə daha bir dəfə Xəzərin suyunun azalması ilə bağlı əminəm ki, sizdə də
fikirlər var, deyə biləcəyiniz sözlər var. Ona görə də mən istəmədim elə indi. Əgər rəva bilirsinizsə, bir-iki cümlə ilə o məsələlərə də toxunaq. Bax, bu kütləvi yağıntılar Xəzər dənizinin su səviyyəsinin qalxmasına qarşıdakı dövrlərdə vaxtlarda da gətirib çıxara bilərmi? Volqadon Rusiya ərazisindən axan, biz bilirik ki, orada da biz verilişlər elədik. Rusiya ərazisində də Volqa çayı, bilirik ki, biz daha çox Xəzər dənizi ən çox elə birbaşa su payını Volqa çayı üzərindən alır. Volqa çayı nəhəng bir çaydır. Amma istər Həştərxan ərazisində, istər Saratov ərazisində Rusiya tərəfindən əlavə qolların açılması ən nəhayətdə Xəzər dənizinin suyunun səviyyəsinin nəzərə çarpacaq dərəcədə azalmasına səbəb oldu və təbii ki, həm ekspertlər, həm ekoloqlar həyəcan təbili çaldılar. Bax, bu yağışlar onu kompensasiya eləyə bilərmi, biləcəkmi? Mən güman edirəm ki, bu yağışlar onu tam kompensasiya eləyə bilməz. Çünki belə tarixən görünür ki, dün əsərlərdə də görürük ki, tarixən Xəzər dənizinin səviyyəsi qalxıb yenmişdir. Hətta deməli mənbələr göstərir ki, 1200-ci illərdə Xəzər dənizinin səviyyəsi aşağı düşərək 9 metrə qədər aşağı düşmüşdür. Bu Xəzərin elə qalxıb düşmə praktikasını biz özümüz də görmüşük. Bir 50-60 il bundan qabaq da beləcə 70-ci illərdə Xəzər dənizi suyu azalmağa başlamış. Sonra isə yenidən Xəzər dənizi suyu qalxmışdır. Bu periodik olduğu üçün alimlərin fikrincə 50-ci illərə qədər Xəzər yenidən bu əvvəlki səviyyəsinə qalxmalıdır. İndi onun o dərəcədə qalxmasını biz deyə bilmərik. Çünki bir tərəfdən istixana qazlarının artması, atmosferdə artması, ikinci tərəfdən bu dediyiniz, hərçənd biz fikirləşirik ki, bu müharibələrin nəticələri olaraq atmosferdə istilik artır, temperatur artır. O dərəcədə yəni təsir eləməsə də müəyyən təsiri vardır. Buna görə də Xəzər dənizinin sonradan artmasını biz gözləyirik. Bəs sizi çox yormayaq. Əsasən Abşeron əhalisi, əlbəttə ki, Xəzər dənizinin o mötəbər qum ehtiyatları, o sahillərdəki yay dövründəki o çimərliyə üst tutur. Həm Bakı sakinləri, Azərbaycanın qonaqları və regionda yaşayan bizim vətəndaşlar, onlar yay mövsümünə, plaj mövsümünə hazırlaşsınmı? Havalar istiləşəcəkmi? Bəli, hazırlaşsın. Yəni ki, nə qədər yağıntı da olsa, küləklər də əssə, Xəzər dənizinin sahilləri həmişə çox gözəl olub, gözəldir və münasib temperaturda həm dəniz suyunun, həm də atmosferin temperaturları normal olacaq və dənizə deməli səyahət etmək mən güman edirəm ki, narahatçılığa əsas yox olur. Xeyr, belə bir böyük narahatçılığa əsas yoxdur. Görmürəm hər halda mən. Bilmirəm. Sizə dərin təşəkkürümü bildirirəm ki, bu dəyərli vaxtınızda bizimlə Zoom üzərindən qoşuldunuz, elektron xidmətlərdən yararlandıq və verdiyiniz o açıqlamanı bir qədər də genişləndirdik. Əsasən də tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm ki, mənim sizə təşəkkür edirəm. Mən elə hörmətli tamaşaçılarımızla da sağollaşıram. Diqqətinizə çatdırım ki, biz son zamanlar, son 1-2 ayda ələlxüsus kütləvi yağışların, sel suların səviyyəsinin artması ilə bağlı məsələlər, ümumiyyətlə iqlim dəyişikliyini bizim hörmətli iqlimşünas ekoloq Məhrəm müəllim Meytiyevlə birlikdə müzakirə etdik. Yəni müəllim müxtəlif proqnozlar verdi, həm öz təcrübəsinə, həm də
beynəlxalq belə deyək, bu iqlimşünaslıqla bağlı məsələlərə istinad eləyərək vurğuladı ki, bu doğru da ola bilsin ki, bu miqdar bir qədər artıqdır, amma təbiətdə ələlxüsus Azərbaycan üzərində ələlxüsus hansısa bir anomaliya yoxdur və yay mövsümü də başlayır. Sakinlərimiz bu mövsümə hazırlaşa bilərlər. Mənim sağ olun, tamaşaçılara da sağ ol və təşəkkürümüzü bildiririk. Sağ olun, sağ olun.